Deməli millət, bugün biz nəyə baxacağıq? Bugün baxacağıq ifadələrdən listeningə baxacağıq, writingə baxacağıq. Writingdə mən sizə struktur izah edəcəm. Writingdən discussion suala baxacağıq. Discussion suallardan bir dənə mövzu seçək gəlin. Ondan sonra listeningə də bir dənə izah edeyim. Discussion essay topics IELTS baxdıq. Biz dərsdə ən çox discussion suallarına, opinion suallara baxırıq. Çünki ən çox bunlar düşür və ən çətini də bunlardır. Ümumiyyətlə, opinion sualı bilsən, elə bil ki, bütün sualların düzgün cavab yazma ehtimalı daha yuxarıdır. Çünki opinion daha çox fəlsəfə tələb edəndir. Digərləri daha çox konkretlik tələb edir. Balans yazılan inşalar istisna. Balans yazılanlarda keçmişik. Yəni də üstündən keçəcəyik. Nədir burada? Firefighter is forbidden to take a course once a year. Others disagree. There is a theory of a family for children is for parents to take a parenting course. Müəllim, ekran verebilirsiniz. Ekran paylaşmamışam. Hayır. Bu necə mövzu uşaqlar? Necə mövzu bu? Looks like fiction, but it's alright to write about it. Okay. Gəlin yazaq. Deməli, mövzu nə düşünür? Mövzu nə deyir? Mövzu deyir ki, bizim bəzi insanlar düşünür ki, bəs xoşbəxt ev həyatı uşaqlar üçün qarantinləmək üçün ən yaxşı yol odur ki, valideynlər ildə bir dəfə valideynlik kursundan keçsinlər. Başqaları da bundan razı deyirlər. İndi biz nə alacaq? Balans edəcək əlbəttə bunu. Gəlin drive-ə girək. Essay plan qururuq. Bu essay planı mənim öz inşalar numarasında burada görə bilərsiniz. Adı nədir mövzunun? Discussion parenting. Discussion parenting course plan by birinci neyini edirik? Birinci bilirik ki, bizə lazımdır mövzunu burada mövzu haqqında introduction yazmalıyıq. Mövzu haqqında plan qurmalıyıq. Planı tələbələr necə qururlar? Normalde tələbələr planı qurmurlar. Birbaşa inşanı yazmağa keçsinlər. Yəni, bu da tələbə üçün böyük problemdir. Gəlin bir dənə sizlə bir yerdə plan quraq. Olar mı? Plan quranda da bilirik ki, ChatGPT-dən tez-tez biz kömək alırıq. Düzdür? Ekran görünür ChatGPT. Görsənir müəllim. Öz bildiğiniz kimi mən sizə promptu da vermişəm ki, ChatGPT necə prompt vermək lazımdır ki, sizə arqument versin, sizə inşanı verməsin, inşanı yazmağa kömək eləsin. Və bunları oxuyuruq. Buradan xoşumuza gələn lüğətdir, ideyadını seçib yazırıq, əlavə edirik ora. Gəlin baxaq. İki dənə tərəf işi var. Birinci tərəf nədir? Birinci tərəf deyir ki, valideynlik kursu olmalıdır. Skill development course provides on child development and behavior management, modern technologies, learn how to handle issues like screen addiction and mental health. Professional advice may lead to more stable and supportive home environment, has become more conscious of communication and emotional support. Site 2, münazatur. Bir neçə arqument verir. Bu arqumentlərdən uşaqlar, görürsünüz, hamısı bir-birinə bənzəyir. Çox da yəni fərqli deyil. Bu arqumentlərdən hansı sizcə daha rahat izah oluna bilər? Aha, deyin görək. Can we say awareness? Aha. Məsələn, gəl bunu seçək.
Bax, burada bir bu body 1-də introduction head. Introda biz nə edirik? Mövzunu parafraz edirik. Bu birinci. İkinci olaraq da öz fikrimizi bildiririk. Bizim öz fikrimiz bir tərəfi üstün tutmaq deyil. Üstün tutmaq deyil. Bizə lazımdır. Biz deməliyik ki, ya ikisi də səhvdir, ya ikisi də düzdür və biri ilə ziddiyyətli təşkil etmir. Ziddiyyətlik təşkil etmir əslində. Əslində bunu istifadə edə bilmirik indi. Düzdür. Yəni çünki bir-birinə tamamilə ziddiyyətlidir. Yəni iki dənə tamamilə fərqli fikirdir. Ya da ki mövzudan asılı və ya da ki vəziyyətdən asılı olaraq hər iki tərəfin dediyini eləmək olar. Yəni burada sizcə hansı fikir daha çox xoşunuza gəlir? Yəni burada bəziləri deyir ki, valideynlər üçün kurs lazımdır, deyir lazım deyil. İndi necə eləyə bilərik onu? Hansı metod istifadə edək? İkisi də səhv mi deyir? İkisi də düz mü deyir? Yoxsa vəziyyətdən mi asılıdır? Vəziyyətdən az. Bəli, vəziyyətdən asılıdır. Üç dənə qaraladığım yer. Bunlardan birini seçirik. Bunu alt-alta yazım. Siz çaşdırmasın. Bu introduction. Body 1-də birinci hərfdən danışır, düzdür? Bir hərf deyir ki, awareness. Məsələn, kurs öyrədə bilər. Yəni, valideyn onsuz da təxmini bilir ki, təxmini bilir ki, bəs uşağa kömək lazımdır falan. Amma necəsini bilmir. Yəni, hərənin bir psixolog deyil də. Yəni, ona görə düzgün öyrədirsə, hansı uşaqla necə danışmaq lazım, hansı uşaqla necə danışmaq və ya necə dəstək olmasını daha az səhvlə edə bilər. Düzdür? Səhv yazıram, self yazır. Yəni, normalda valideyn nə edir uşaqlara? Nəsə problem varsa uşaqlara bir cür yanaşır. Görür, bu problemi həll edirsə, okeydir. Həll eləmirsə, başqa formada yoxlayır. Yəni, belə yoxlanışmaları azalar. Düzdür? Body 2. Çox gəldik. Body 2. İndi bu tərəf deyir ki, valideynin lazım deyil. Niyə lazım deyil? First argument is good actually. Okay, bax bu ikisini birləşdirib eləmək olar. Natural process ilə individual difference-i birləşdirmək olar. Yəni bunu yazaq. Bir arqument kimi yazırıq. Bax fikir verirsiniz, bir abzasda bir arqument var. İki dənə arqument vermirik. Yəni burada birinci tərəf deyirdi ki, bizə lazımdır ki, valideyn kursda iştirak eləsin. Niyə? Bir səbəb veririk. İki dənə səbəb yox. Body 2-də yenə bir səbəb verəcəyik. Amma niyə buraya yazırıq? Niyə lazım deyil? Intuitivdir. Yəni personal və cultural values'dan əmələ yox. Yəni personal və cultural values'dan ortaya çıxır. Bunun nəticəsində formalaşır. Və bu o deməkdir ki, həddindən artıq fərqli yanaşma ola bilər də. Yanaşma ola bilər. Məcbur valideyni bir metoda öyrətməyək. Əlbəttə, ildə bir dəfə olan kursda valideynə bütün bu fərqləri öyrədə bilməz. Yalnız yarım-yarımçıq fikir çatacaq. Yarı-yarımçıq
2'yə çatdıracaq. Düzdür uşaqlar? Bu body 2. İndi body 3 veririk. Body 3'də nədir? Bizim şəxsi fikrimiz. Gəlin görək bu adam burada balansda nə yazıb? ChatGPT nə yazıb? Baxın görün buradakı fikirlər xoşuna gəlirmi? Yazıb ki, parenting hər ikisidir. Bacarıq hansı ki inkişaf etdirilə bilər və şəxsi təcrübə əsaslı bir prosesdir. Aha. İndi biz burada yaxşı ideya verməyib. Gəlin biz ChatGPT ideya verək, bu yaddaşında görə saxlayalım. How about theories? How about görməz organize a test before spouses become parents to evaluate their psychology and decide if a certain individual or couple should attend parenting courses or unnecessary. Olar belə. Or it is unnecessary. Sən buna soruşa. How is this idea? Tələbə zəng edib. Tələbə qəbul edir. Gözün şurada tələbə yazır. Hə. Cibili deyir ki, it is strong, 859'dur. Amma risklidir. Yəni, nəyə görə risklidir? Bax, bu etik məsələni burada həll eləmək lazım olacaq. Yəni, bunu izah elə biləcəksə qəşəng arqumentdir. Yəni, bu arqument xoşunuza gəlir? İzah eləmək olar mı lan, millət? Mən bu Orxan müəllim səviyyəsindədir. Aha. Bizim səviyyəmizdə olan yoxdur bura. Bura balans inşa yazanda istərseniz bu səviyyədə geçmək lazımdır da. Balans səviyyədə böyle olmalıdır. Sizə bu argumenti bir yerə yazıb, bu argumenti izah edə bilərsiniz. Bence çalışa bilərsən azından. Bax, conclusion'da, yəni arqument biraz riskli arqumentdir, amma izah edə bilsəz, əsl 9'luq materialdır da, yəni onu yada saxlayın. Conclusion'da əsas fokusu öz səbəbin olmaqla bodylərdə olan fikir deməyək, arqumentləri qısaca yazırıq. Ki, bəs bu fikir müxtəliflərinə baxmayaraq, müxtəlifliklərinə baxmayaraq, mən bu səbəbə bu fikirdəyəm. Bu səbəbə görə belə bir fikirdəyəm. Belə bir fikri də dəqiq yazarsa hansı bir fikir? O yuxarıda yazılmış hökumət məsələsi. Olar belə millət? Və burada izah eləmək lazımdır ki, bu necə olmalıdır, nə formada olmalıdır. Bunu düzgün izah edən tələbə, bax, sizin hətta riskli tərəfində, burada əlavə edirəm, bax, riskli tərəfində əlavə edirəm, bütöv əlavə edirəm bunu, buna da baxın, yəni inşa yazanda çalışın ki, bu riskli tərəfi də aradan qaldırmaq kimi bir arqumentiniz də olsun. Çox super, mükəmməl bir inşa ortaya çıxara bilərsiniz. Necə fikirdir? Məncə yaxşı fikirdir. Bura qədər sual olan var?
Millət. Yoxdur sual ola. Qutardı bununla. Bax, bunun linkini atıram qrupa. Hamı qrupdan, yəni option qrupdan götürüb öz inşasını yazar. Heç kim bunu işlə yazmır. Ha, bu mənim şəxsi faylımdır. Bunu kopyalayıb özünüzə atırsınız, oradan yazırsınız. Okay? Keçdik indi listening tərəfinə. Keçəyim mi? Listeningdə tələbələr nə edirlər? Listeningdə eləyəndə çalışın listeningi, bax burada enqrametdə olan bütün listeninglərin qarşılığı YouTube-da var. Ona görə girib play-i oradan YouTube-dan basın. Buradan basmayın. Çünki play-i buradan oxudanda bəyan problemlər olur. Gözlüyüm mən deyim. İnşallah bugün açılsın. Deyəcəm. Bax YouTube-dan eləyəndə də məsələn Cambridge 10-dur. Tutaq deyirəm ha. Cambridge nədir bu? Recent actual testdir. Bu rəsmi deyil. Gəlin rəsmiyə baxaq. Məsələn 18-in testi 2. Bunun adı nədir? Working at Minas Restaurants. Düzdür. Bax burada qoyursunuz. Yox, YouTube-a girirsiniz birinci. YouTube-a girdiniz. Birinci bunu bu izə edeyim, sonra mən baxaram ona. Bunu YouTube-a yazdınız. YouTube-a yazanda listeniniz gələcək. Burada 28-30 dəqiqəlik olanları seçirsiniz. Çünki ofislərdə yüksək ehtimalla şey olacaqdır. Düzgün olacaqdır. Burada qoyursunuz, bu play-i basırsınız, bu oxumağa davam edir. Və o oxumağa davam edir də siz burada sualları analiz edirsiniz. Tələbənin bir problemi nədir? Məsələn, burada daha deyir ki, test 2-da, məsələn, sual deyir ki, 1-dən 5-ə qədər bax, 5-dən 10-a qədər bax. Bax, onsa 1-dən 5-ə qədər, 5-dən 10-a qədər bilsən ki, təxminən nə olacaq da. Üncülləri gözləyəcəksən, belə bəhs edir. Əsas sənin çalışan hissələr nədir? Multiple choice-lər. Multiple choice-ə gedib orada baxırsan. Və multiple choice suallarında 2 tip olur, uşaqlar. Bu dərsin ikinci hissəsi də olacaq. Listeningin ikinci hissəsi də olacaqdır. Multiple choice-un ikinci hissəsi olacaqdır. İkinci hissəsində 2 forması var. Biri belədir. Saat deyir, məsələn, A, B, C, D, Y deyil. 5 dənə variantdır. 5 dənə variantdan ikisini seç. Bunu seç deyəndə, bəli, buradan suallara da baxa bilərsən. Amma elə sual var ki, nə zor, xəritə də var. Elə suallar var ki, bax belə. 3 dənədən variantdan birini seçirsən. Bu kimi suallarda variantlara qətiyyən baxmaq olmaz. Məsələn, sualda keyword seçirsən. Sağ orada deyir, section 1-də 1-dən 5-ə qədər bax. 5-dən 10-a qədər bax. Sonra deyir ki, nə bilim, vaxtın var hələ də yazdığın suallara bax. Bu müddətin hamısını demək olar ki, ilk 5 saniyəsini part 1-ə işlət. Qalan hamısını harda ən çox səhvin olur? Orada sualları analiz elə. Və buradan sualları analiz eləyəndə də, bax burada, why keyword'ün 1783 eruption important. Vso. Seç 22-də. Keyword seç. What surprised Adam? Vso. Adamı nə surprise elədi? Bax, bunu seçirsən keyword olaraq. Və burada variantları seçmirsən, variantlara baxmırsan. Qulaq asasa da variantlara baxmaq olmaz. Çünki sən qulaq asasa variantlara baxanda, sən istər-istəmə çalışırsan, görmə, bu hansı variantdan danışır, hansı sualdan danışır, hansı belə bir variant var edir. Qoy görüm. Sən ona qoy görüm eləyənə qədər o cavabı deyil. Bir də tələbənin gözləntisi problemi nədir? Cavabı məsələn, A variantından nəsə eşitdi, yazır cavab. Niyə, qardaş? Sən burada sözü eşitibsən, cümlənin bütün təcrübəsini bilmək lazımdır. Yəni, sənin öyrəndiyin bütün metodika hamısının effektivliyi asılıdır bir dənə şeydən. Listeningin, diqqətin 2 dənə olmuş oldu, nə qədər yaxşıdır. Bu da bir növ, sonra da listeningin özünün yaxşı olmağı da təzdən bir lüğətə gətirib çıxarır, qramar gətirib çıxarır. Amma yenə də listeningin içindədir o. Yəni, sənin listeningin diqqətin yaxşı deyilsə, sən burada cavabı eşidib, modern time eşidib cavabı yaza bilməzsən. Çünki bu bütün cümlənin mənasını verən olmalıdır. Ona görə sən bu varianta baxa-baxa qulaq asan da, sən bu variantı tutana qədər o birisindən də danışacaqdır. Ona görə təmiz qulaq asandan sonra cavabı yaz. Bunu bir dəfə dərsdə eləyəcəyik ki, necə eləmək lazımdır. Çünki bu dediyim nəzəri bir şeydir. Və bu suallar var. Bu suallardan da isə birinci yenə başlığı seçirsən, bunları hələ dəymirsən. Bunlara baxmaq üçünsə, bu variantlara baxmaq üçünsə, 11-12-yə bax deyəndə baxarsan buradakı variantlara. Sən belə eləsən, section 1 qutarana qədər sənin çətin suallar yoxdur. O suallar haqqında artıq müəyyən fikrin formalaşmış olacaqdır. Və inandırım sənə bu şeylər sənə çox qabaq atacaqdır. Yəni sualda söhbət təxmin edən gedir bilmək, təzdən bir də baxmaq, bir şeyə baxmaq cavabı tapmağa kömək edir. Bir də tələbədə nəyə fikir vermirlər? Məsələn, surprise ifadəsi yoxdur. Surprise ifadəsində fikir verməlidirlər nəyə? Məsələn, what I didn't expect.
What was extraordinary? Belə bir şey deyilərdi. Yəni gözləmədiyim bir şey. Surprise bu olmalıdır. Və burada sualda bilirsən verir. What's the most important verir. Ən vacibi nədir? Yəni elə deyirsə bu vətəndaşların hamısı vacibdir onsuz da. Sana lazım verməlidir. Baxmalısan ki ən vacib olanı. Məsələn what really matters. Belə bir şeylər. Bir də danışır, batdan sonra fikir vermirlər tələbə. Batdan danışır, sonra bat dedirsə, batdan əvvəlini başını buraxırsan. So dedirsə, sodan soruya baxırsan. Yenə batdaş kimi. Çünki sodan sonra sodan əvvəl gələn nəticəsi deyil. Yəni belə ziddiyyət yoxdur, amma batdan çox ziddiyyət var. Cümlənin bütöv tərcüməsini bilmək şərtdir buna görə də. Yəni sözü eşitmək bəs eləmir. Yəni nasıl metodolu olsun, sənin listening zəifdirsə, qayıdıb səhvlərinə eləmirsənsə düzəlməyəcək. Bax, düzəlmək üçün nə etmək lazımdır? Tutaq ki, sən bunu oxudun, cavabı oxumursan 21-ə. 21-ə yazmısan, nə yazmısan? Tutaq ki, A yazmısan, cavab çıxıb B. Gəlin görək cavab nədir? Yirminin cavabı C'dir. 20'nin cavabı C'dir, sən B yazmısan. Bu zaman 2'ye baxmaq lazımdır. 18 2 də bu uşaqlar. Aha. Hə, iki şeyə baxmaq lazımdır. Birincisi, cavab niyə C'dir? Və ikincisi və daha vacibi, cavab niyə B deyil? Yəni, mən qulaq asanda ona danışdı, mən necə çaşdırdı ki, B-yə inandırdı? Yəni, sən bunu qayıdıb təzə analiz edib qulaq asmasan, bunun sana köməyi yoxdur. Gəlin bir dənəsini eləyək. Mən play-də basanda buna qulaq asırıq, necə qulaq asırıq? 21'ə gəlirik, alt təzini qulaq asırıq, alt təzdən qulaq asırıq. Yəni, testi eləyəndə alt təzdən qulaq asmırıq, ha? Səhvi analiz eləyəndə alt təzdən qulaq asırıq, mütləq ki. Gəlin baxaq. Bax, deyir. You have some time to look at questions 21 to 20. Gəlin görək. Hə, birinci C-ni tərcümədə nə arıq? Cavabı analiz edəndə cavabları tərcümə eləmək şərtdir. Gəlin B-yə, C-yə baxaq. Ayda baxaq. Məsələn, adı deyir ki, it was the most severe eruption in modern times. Müasir dövrün ən kəskin püskürməsi idi. Yəni, çox böyük dəhşətli bir şey olub da, yəni o mənada. B variantında bu partlama nəticəsində vulkanların rəsmi araşdırmasına başlanılıbdır. Buna səbəb olubdur. Led to, səbəb olmaq deməkdir. C variantında profound, böyük, geniş, yəni böyük bir təsiri olubdur cəmiyyət üzərinə. Bax, fikir versiniz, C variantı nə qədər bir ümumi bir ifadədir. Çünki təsiri olmaq demək çox mənada başa düşülə bilərik. Məsələn, cəmaət orada yaşamağı tərcihdir. Yəni, burada biznes itdi, burada biznes böyüdü əksinə. Yəni, çox formada başa düşmək olar. Ona görə də sən burada məntiqin də sorğulanır həm də. Fikir versənmi? Məntiqi də sorğuluyur. Gəlin, baxaq. Sorğulamır, yoxlayır. And answer got that much time left. No, Adam. But at least we've done all the background reading. I found it really interesting. I'd never even heard of the Laki eruption before this. Me neither. I suppose 1783 is a long time ago. But it was a huge eruption, and it had such devastating consequences. Bax, devastating consequences nədir? Dağıdıcı nəticələr. Dağıdıcı nəticələr. Bu A variantına çox oxşur, düzdürmü? Sən devastating sözünü bilməsən, ya bilsən, birinci A variantını seçə bilərsən. Bax, most severe mənasını, bax, devastating deyil, amma most olması deyil. Severe deyil. I know. It was great there were so many primary sources to look at. It was great there were so many primary sources to look at. Yəni, bu haqda baxmağa çox material var imiş. Belə çıxır ki, B variantı deyil, yəni. Yəni, bu variantı üzrə məlumat var. Yəni, burada variantı deyir ki, vulkanların rəsmi araşdırmasına başlanıldı. Bu da deyir ki, çoxlu əsas mənbələr var idi bu baş verən zaman baxmağa. Amma deməli, B deyil də, yəni. O demək ki, bu əvvəldən var imiş onsuz da. Really gives you a sense of how catastrophic the volcano was. Bax, how catastrophic, bu da A-nı çaşdırır. Tələbə bunu ehtimal A yazar. People were really trying to make sense of the science for the first time. Bu da B variantına oxşuyur. İnsanlar bu deyir, elmdən bir məntiq çıxarmağa çalışırdılar. Amma bu insanların elədiyi bir şeydir. Yəni rəsmi araşdırmalara başladı demək deyil. That's right. But what I found more significant was... Bilirəm.
But what I found most significant was, bax burada ucu olacaqdı, 21. So important, significant. Bax gördünüz, but verdi. Bəxtdən naşınə ki, başını buraxdıq. But dedi, cavabı deyil. How it impacted directly and indirectly on political events. Bax, impact nə demək uşaqlar? Impact təsir etmək Təsir. deməkdir, effektin sonundadır. Burada feil kimi işlənir. Deyir, o necə təsir edir həm birbaşa həm dolayı yolla siyasi hadisələrə. Bax, sosialite, cəmiyyət. Sonra nümunə verəcək bəlkə də. Bu cürə verirmi? As well as having massive social and economic consequences. Əsas məsələ burada C variantı social məsələsini işləməkdir. O da society, social və economic consequences. As well as having massive, böyük, profound sözünün sonim kimi veriblər. Tam orası sonim olmasa da. Bax, cavab buna görədir. Görürsünüz, çoxdan da danışır, Ceni axırda dedi. Və bu kimi tasarlarda bir şey də var ki, çox hallarda həmişə yox, çox arxalanmaq olmaz bu dediyimə, çox hallarda birinci adı çəkilən cavab olmur. Bunu da unutmayın. Kapiş? Səhvləri analizi, əgər siz bugün biz indi necə eləmədiksə, eləmirsinizsə evdə, listening inkişafına çox gözləməyin. Birinci lüğət görsünüz nə qədər lüğət lazım oldur? Lüğətsiz irəliləyiş olmaz. İkincisi görsünüz diqqət lazımdır, məntiq lazımdır, analiz lazımdır və ən əsası tələsməmək lazımdır. Mən buna, tələbə 100% buna, variantlara baxa-baxa bu sözlərə qulaq assa, tələbə çaşacaqdır. Amma axıra kimi qulaq asıb, sonra cavabı yazsan, suala, variantlara baxsan, cavabı tapma ehtimalın 2 qat artır. Sən bu metodu birinci yoxlayanda işə yaramaya bilər. Əgər sən bu metodu yoxlayanda sənin işə yaramırsa, problem qətiyyən metodda deyil, sənin listeningindədir. Sən hansı metodu eləsəkdə sən o səhvi yığacaqsan. Yəni, o tələbəni qoy qabağıma verim, test etdirim, o tələbənin nəticəsi yuxarı olmağı mümkün deyil. Yəni, hansı metod olsun, hər birini yoxlasaq da. Və metodu öyrəşməkdə vaxt tapar, onu da nəzərə alın. Çox vaxt taparmı? Listeningdə metodu öyrəşmək maksimum 1 həftə vaxt tapar. Hər gün praktik edib analiz eləsən, 1 həftə ponlu bəsələ öyrənməyə. Testi edirik, tam edirik, cavabları yoxlayırıq, sonra cavabımıza baxırıq, düz cavabı yerinə qoyuruq, səhvləri analiz edirik alt yazı ilə və cümlədə bilmədiyim sözləri yazırıq, başa düşürük. Belə alt yazı ilə başa düşmədinsə, yaddan düşür ki, Orxan müəllimə bəs pul vermişəm, gələm Orxan müəllimdən soruşum ki, müəllim, bunun cavabı niyə gedir? Mən qulaq astım, alt yazıdan da, lüğətə də baxdım, başa düşmədim, izah elə. Okey? Yadda qalar? Ümid eləm, yadda qalar. Sonra nə deyəcəkdim? Nəsə deyəcəkdim. Tasbir. Bəsdirin boğazım vardı. Tasbirdə sonra izah edəyəm. İnşanı tamamlayın. Bugün hamı inşanı tamamlayır. Heç kim inşanı tamamlamamış evə getmir. Sualınız var uşaqlar? Onsuz evdəsiniz, biləm. Suallarınız var? Yox, mən. Müəllim bu metodla eləcəm, sizə nəticəni deyəcəm. İnşallah. İmtahan qabağı bu metodu yoxlamaq yaxşı olar, Aydan. Deməli, bax uşaqlar, yada saxlayın, nə deyəcəkdim? 1 saat vaxtınız var, yox, saat 9-a qədər vaxtınız var. 9-a qədər inşanı hamı yazıb göndərir. Yazmayanı, nə bilim, bir cəzəb çəkərəm. Davay. Mənim saat neçəyə qədər? 9. Oldu ya. Davay. Sağ olun. Sağ olun.